Salam dostlar, mən İqbal Bağırlı. Dəvələr haqqında heç yerdə eşitmədiyiniz 10 gizli fakt videosuna xoş gəlmisiniz. Onlar 1000 illərdir səhranın tək hakimidir. Biz onları sadəcə yük daşıyan, susuzluğa dözən heyvanlar kimi tanıyırıq. Amma əslində dəvələr təbiətin ən mürəkkəb mühəndislik möcüzəsidir. Bu videonu sona qədər izləsəniz, bir dəvənin niyə bir kosmos gəmisi qədər mürəkkəb olduğunu anlayacaqsınız. Hazırsınızsa başlayaq. Birinci fakt. Hörgüc yalanı. Siyahımızın birincisi, bəlkə də ən böyük yalandır. Hamımız elə bilirik ki, dəvələr hörgüclərində su saxlayır. Bu tamamilə səhvdir. O hörgüclər əslində yağ anbarıdır. Bəs bu yağ anbarı nə işə yarayır? Dəvələr günlərlə ac qalanda bu yağ enerjiyə çevrilir. Ən maraqlısı isə odur ki, dəvə balaları hörgücsüz doğulur. Hörgüc yalnız bala bərk qidalar yeməyə başlayanda formalaşır. İkinci fakt. Qan hüceyrələrinin sirri. Dəvəni susuzluğa dözümlü edən şey hörgücü deyil, qanıdır. Dünyadakı bütün məməllərin qan hüceyrələri dairəvi olduğu halda, dəvələrin qanı oval, yəni yumurta formasındadır. Bu onlara nə qazandırır? Dəvə susuzluqdan bədən çəkisinin 25%-ni itirsə belə, bu oval hüceyrələr damarlarda ilişmir, qan dövranı dayanmır. Bu tip dünyasını hələ də heyrətləndirən bir bioloji möcüzədir. Üçüncü fakt. 13 dəqiqədə 130 litr su. Dəvələr su içməyə başlayanda sanki bir nasos kimi işləyirlər. Cəmi 13 dəqiqə ərzində 130 litrdən çox su içə bilirlər. Bu qədər suyu bir anda içmək hər hansı digər canlını öldürərdi. Yəni onların hüceyrələri partlayardı və tələf olardılar. Amma dəvənin o məşhur oval hüceyrələri rezin kimi gərilərək bu təzyiqə dözür. Dördüncü fakt. Qum fırtınasına qarşı ehtiyat göz. Dəvələrin gözlərində 3 qat müdafiə sistemi var. Onların 3 göz qapağı var. Üçüncü qapaq şəffafdır. Qum fırtınası qopanda dəvə bu şəffaf qapağı bağlayır. Beləcə gözünə qum girmir, amma o önünü görməyə davam edir. Eyni zamanda burun pərələri də klapan kimidir. İstədiyi an onları tam bağlayıb, ağciyərlərini qumdan qoruya bilirlər. Beşinci fakt. Kaktus çiynəyən zirehli ağız. Siz heç kaktus tikanının əlinizə batmasının ağrısını hiss etmisiniz? İndi təsəvvür edin ki, dəvə o tikanları saqqız kimi çeynəyir. Dəvənin ağzının içi o qədər qalın və sərt dəri ilə örtülüb ki, 10 sm-lik tikanlar belə ona heç bir təsir etmir. Onların ağız quruluşu səhranın ən sərt bitkilərini belə həzm etmək üçün proqramlaşdırılmışdır. 6-cı fakt. $1 milyon gözəllik. Bu fakt sizi şoka salacaq. Dubayda və Səudiyyə Ərəbistanında dəvələr üçün gözəllik müsabiqələri keçirilir. İnanmayacaqsınız, amma bu yarışlarda qalib gəlmək üçün bəzi sahibləri dəvələrə botoks vurdurur və ya estetik əməliyyat etdirirlər. Hətta bir dəfə 40-dan çox dəvə botoks istifadə etdiyi üçün müsabiqədən kənarlaşdırılmışdı. Ən bahalı dəvənin qiyməti isə bəzən $50 milyon keçir və bir dəvə $53 milyon satılmışdı. 7-ci fakt. Robot jokeylər. Dəvə yarışları yaxın şərqdə ən populyar idmandır. Amma maraqlısı odur ki, artıq dəvələrin üstündə insanlar oturmur. Onları kürəyinə bərkidilmiş kiçik robot jokeylər idarə edir. Sahibi kənardan pultla robotun qamçısını hərəkətə gətirir və dəvəyə komanda verir. Bu, ən müasir texnologiya ilə qədim ənənənin birləşməsidir. 8-ci fakt. Səhranın antiseptik südü. Dəvə südü dünyanın ən şəfalı içkilərindən biridir.
inək südü ilə müqayisədə tərkibində 3 dəfə çox C vitamini və 10 dəfə çox dəmir var. Ən qəribəsi isə budur ki, dəvə südü təbii olaraq antibiotik xüsusiyyətinə malikdir və heç vaxt qatıq kimi mayalanmır. Bədəvi ərəblər min illərdir bütün xəstəliklərini bu südlə müalicə edirlər. 9-cu fakt. Onlar əslində əla üzgüçüdürlər. Ömrünü susuz səhrada keçirən bir heyvanın üzməyi bacarması sizə qəribə gəlmirmi? Amma bu bir faktdır. Xüsusilə Hindistandakı Xarai cinsi dəvələr dəniz suyunda kilometrlərlə üzə bilirlər. Onlar suyun içində yemək axtarmaq üçün sahillər arasında səyahət edirlər. 10-cu fakt. İntiqamçı yaddaş. Və nəhayət sonuncu və bəlkə də ən qorxulu fakta gəldik. Dəvələrin inanılmaz yaddaşı var və onlar çox kinlidirlər. Əgər bir dəvəni incitsəniz, o bunu illərlə unutmayacaq. Uyğun vaxtı gözləyib sizdən mütləq intiqam alacaqdır. Çox vaxt bu intiqam dəvənin həmin insanı yerə yıxıb üstündə oturması ilə nəticələnir ki, bu da ölümcül ola bilər. Odur ki, bir dəvə ilə dost olsanız daha yaxşıdır, nəinki düşmən. Bax belə dostlar, səhranın bu səssiz qəhrəmanları haqqında hansı fakt sizi daha çox təəccübləndirdi? 50 milyonluq botokslu dəvələr, yoxsa robot jokeylər? Rəylərdə yazın. Mütləq oxuyub cavablandıracağam. Əgər bu formatda videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik. Sizin hər birinizin dəstəyi mənim üçün çox vacibdir dostlar. Ona görə də zəhmət olmasa kanala keçid edin. Kanala abunə deyilsinizsə abunə olun. Digər videoları sona qədər izləyin, bəyənin və dostlarınızla mütləq paylaşın. Hər birinizə öncədən təşəkkür edirəm. Ümidvaram ki, tez bir zamanda bizim kanalımız Azərbaycanda və dünyada sayılıb seçilən YouTube kanallarından olar. Ona görə də dəstək olmağı unutmayın.